Hürriyet də bağlandı. Tutaq ki, sonuncu media qurumuydu, tənqidçi media. Ortada kimlər qaldı ki? Onlar da bağlayacaqlar. Çünki indən sonra medianın nə əhəmiyyəti var ki? Niyə 15-20 qəzet, 15-20 televiziya kanalı olmalıdır ki? Onların hamısını bağlayıb bir dənə ümumi 1, 2, 3 ümumi qəzet, media qurumu eləyəcəklər. Vəssalam da. Qoca SSR-də, böyük SSR dövlətində dünyanın 1/6-nin sahibi idi. 2 super dövlətdən də biri idi. Bir dənə mərkəzi televiziya var idi, bir dənə. Hər respublikada da 15 müttəfiq respublika var idi. Onların da hərəsində bir dənə televiziya var idi. Azərbaycanda Azərbaycan televiziyası, Ermənistanda Ermənistan televiziyası. Vəssalam. Bu istiqamətlərə gedirik. Niyə 50-dən 60 dənə qəzet olsun ki, 20-dən 30 dənə qəzet olsun ki? Nə gözəl qəzetlərimiz vardı gündəlik. Belə Hürriyyətin özü Azərbaycanın ən çox tirajla çıxan qəzetlərindən biri idi. Mənim yadımdadır, mən Hürriyyət qəzetində işləmişəm də. Hürriyyətin əməkdaşı olmuşam, redaktorlarından biri olmuşam. 44.444 tirajla çıxırdı Hürriyyət. Zamanında Azərbaycan qəzeti olub. Milli Azadlıq Hərəkatı dövründə Sabir Rüstəmxanlı, Rüstəm Beyrudi kimi ziyalılar çıxardıb. 200.000-300.000 tirajı olub. Azadlıq qəzetinin eləcə. Bu bizim bugünkü bu 525-ci qəzet var. İndi artıq deyəsən o da həftəliyə keçdi. Heç birazdan ona da ehtiyac olmayacaq. Həmin 525-ci qəzetin mən Türkiyə üzrə müxbiri idim. Tələbəli illərimdə 525-ci qəzet 70.000-80.000 tirajla çıxırdı. Şərq qəzeti böyük tirajla çıxırdı. 75.000-80.000 mən yanlış xatırlamıramsa. O zaman belə idi. İndi bu qəzetlər ümumiyyətlə satış məsələsi yoxdur. Əli Həsənovun dəstəsi əvvəlcə satış məsələsini yığışdırdı. Qəzet kiosklarını yığışdırdılar. Orada alma, armud, zajqalka satmağa başladılar. Ondan əvvəl metro servisi yığışdırdılar. Metro servisdə yaxşı qəzet satılırdı. Onu da Tağı Əhmədovun, Allah rəhmət eləsin, deyəsən o rəhmətə getdi. Onun əlinlə eləyirdilər. Ondan sonra əl yayımı var idi. Əl yayımını yığışdırdılar. Əl yayımında da yaxşı qəzet satılırdı. Belə. Qəzetlərin özünü maliyyələşdirmə mexanizmini ortadan qaldırdılar. Birbaşa Əli Həsənovun layihəsi idi. Ramiz Mehdiyevin layihəsi idi. Millətə düşmənçilik layihəsinin ən əsas elementlərindən biri idi. Bir millətin müstəqil mediası yoxdursa, o millət ola bilməz. Venezuela adlı bir ölkədə Maduro adlı diktatoru bir helikopterlə, vertolyotla gəlib götürüb aparırlar. Əminəm ki, orada müstəqil media olmayıb, tənqidçi media olmayıb. Anlatabildim mi? Müstəqil media, tənqidçi media olmayanda ölkə böyük bir boşluğa düşür.